Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində ayın ən maraqlı, rəngarəng konsertlərindən biri keçirildi. Gecədə əsərləri ilə musiqi mədəniyyətimizi zənginləşdirən bəstəkarlar Soltan Hacıbəyov və İsmail Hacıbəyovun sevilən əsərlərinə müraciət edildi. Konsertdə maraqlı məqamlardan biri də bu bəstəkarlıq məktəbimizin davamlı inkişaf xəttini görməkdir. Bu bəstəkarların əsərləri çox dəyərlidir, çox gözəldir. Yaxşı olardı ki, gənc nəsil bu bəstəkarların əsərlərini yaxşı tanısın, sevsin, qiymətləndirsin. Bədii rəhbər və baş dirijor əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış etdi. Soltan Hacıbəyovun Uvertura və Kərvan simfonik lövhəsi, İsmail Hacıbəyovun konsertin əsərləri böyük maraqla qarşılandı. Soltan Hacıbəyovun Kərvan simfonik lövhəsi bugün də bütün dünyanın səhnələrində, konsert zallarında səslənir. İnan ki, o bu əsəri 27 yaşında yazıb və həqiqətən çox yüksək səviyyəli bir əsərdir. Həmçində onun oğlu İsmail Hacıbəyov, mən deyim, mənim müəllimim olub və mən həqiqətən qürur duyuram ki, belə bir şəxsiyyətin tələbəsi olmuşam. Musiqili gecədə bəstəkar Rüfət Xəlilov sevimli müəllimi İsmail Hacıbəyova ithaf etdiyi Heyratlı simfonik rapsodiyası ilə çıxış etdi. Əsəri xalq artisti Soltan Hacıbəyovun və onun oğlu, əməkdar incəsənət xadimi professor İsmail Hacıbəyovun əsərlərindən ibarət konsertə biz bura yığışmışıq. Çox maraqlıdır ki, bu il həm də Dahi Üzeyir bəyin 140 illiyinə təsadüf edir. Özümü çox xoşbəxt sanıram, çox gözəl gündür mənim üçün. Əyyub Quliyevlə, Fuad İbrahimovla çıxış eləməyi çox sevirəm. Zəngin proqramı ilə yadda qalan konsert musiqi sevərlər üçün əsl sənət bayramına çevrildi. Fəridə İsmailova, Kəmran İsayev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.